Bəli, artıq yeni nəsil müharibələr dövrünü yaşayırıq. Geosiyasi maraqlar hərb coğrafiyasından birbaşa sosial media və şəbəkə coğrafiyasına keçid edib. Xalqların özünü dərki, milli mədəni kimliyi birbaşa informasiya hücumlarının hədəfinə çevrilib və bu istiqamətdə ilk addım bir milləti ilk növbədə nüfuzdan salmaq, sonra isə onun ənənəvi dəyərlərini məhv etməkdir. Kənardan gələn informasiya təcavüzünün kütləvi şuurlar tərəfindən bir qədər ağrısız qəbul edilməsi üçün isə bu addımlar tərəqqi yolu ilə hərəkət kimi təqdim edilir. Bir vaxtlar müharibələr torpaq üstündə, səngərlərdə silahla aparılırdı. Ərazi tutulurdu, xətlər cızılırdı. Mübarizə gözlə görünürdü. Toz, barıt və səs içində. Müasir texnologiyanın olmadığı dövrlərdə silahlar döyüşün tək vasitəsi idi. Təbliğat isə radio, qazet və televizorla idarə olunurdu. 1991-ci ildə Körfəz müharibəsi zamanı CNN ilk dəfə müharibəni canlı yayımda nümayiş etdirdi. Bu, informasiya ilə hərbi əməliyyatın bir araya gəldiyi ilk an idi. O gündən etibarən savaş sadəcə səngərdə yox, ekranda da başladı. Bu tarix CNN effekti anlayışını yaratdı. Media artıq hadisəni yox, ictimai reaksiyanı yönətməyə başladı. Which frightened quite a bit initial reaction since stock prices. Bugün müharibənin coğrafiyası daha da dəyişib. Cəbhə xətləri yox, internet xəritələri çəkilir. Paylaşım sürəti, reaksiya sayı artıq bu göstəricilər döyüş meydanını müəyyən edir. Elə misal olaraq 2020-ci ilin payızında aparılan 44 günlük vətən müharibəsi. Bu müharibə təkcə torpaqlar uğrunda deyil, informasiya uğrunda da gedirdi. Müxtəlif hashtaglər, paralel mesajlar, saxta və manipulyasiya olunmuş görüntülərlə cəbhə şəbəkəyə daşınmışdı. Ukraynada isə bu daha da geniş miqyas aldı. 2022-ci ildə TikTokda müharibə ilə bağlı hashtaglər 45 milyarddan çox baxış topladı. Bu, münaqişənin təkcə meydanda deyil, ekranlarda da izləndiyini sübut etdi. Bəzi ümumi rəqəmlərə nəzər salaq. 2020-ci ildə 81 ölkədə koordinasiyalı sosial media təbliğatı aparılıb. 2022-ci ildə bir tək Telegram şəbəkəsində 3 milyona yaxın saxta hesab aşkarlanıb. Ukraynada 2024-cü ilin mayında gündəlik orta hesabla 2500 saxta paylaşım yayılırdı. Bu rəqəmlər onu göstərir ki, artıq heç bir müharibə yalnız fiziki sərhədlərdə baş vermir. Müharibənin coğrafiyası dəyişib. Tankların yerini paylaşımlar, xəndəklərin yerini şəbəkələr alıb və hər hücum indi bir status, bir video ilə gəlir. İnformasiya savaşında rəqibin dezinformasiyaların zərərsizləşdirilməsində bizim peşəkar media qurumlarının özünün də üzərinə böyük məsuliyyət düşür. O baxımdan ki, bizim ənənəvi media qurumları bütün mahiyyəti baxımından informasiya ilə işləyən bir qurumdular və onlar üçün dezinformasiya ilə real informasiya arasında fərqi seçmək daha belə deyək ki, asandır. Peşəkar media qurumlarında bu cür dezinformasiyalara qarşı real, həqiqi faktlar qoyulanda bu cəmiyyətin də bu cür informasiyaların təsirinə düşməkdən xilas olmasında çox mühüm rol oynayırlar. Bugün informasiya paylaşmaq fikir formalaşdırmaq deməkdir. Hər paylaşım bir seçimdir. Müharibə hardadır deyirsinizsə, ekrana baxmağınız yetərlidir. Sizin də fikriniz o cəbhənin bir hissəsidir.